Dəyər və artım. Yəqin ki, bu sözləri tez-tez eşidirsiniz. Amma heç düşünmüsünüzmü, bu anlayışlar əslində nə deməkdir? Bütün iqtisadiyyat bax, bu iki təməl üzərində qurulub. Və inanın, bizim gündəlik həyatımıza təsiri düşündüyümüzdən də çoxdur. Gəlin elə bugün birlikdə bu böyük sirrin pərdəsini aralayaq. Bir saniyə dayanıb düşünək, su, həyatımız üçün olmazsa olmazdı, elə deyilmi? Amma demək olar ki, pulsuzdur. Almaz isə sadəcə parıldayan bir daşdı, amma dəyəri inanılmazdı. Necə olur bu? Bax, bu sual var ha, iqtisadçıların əsrlərdir beynini məşğul edən o məşhur dəyər paradoksudur. Və bizim bugünkü söhbətimizin də əsas açarı məhz bu sualdadır. Yaxşı, bəs bu gün nələrdən danışacağıq? İlk olaraq o məşhur dəyər paradoksuna baş vuracağıq. Sonra dəyərin iki fərqli üzünü, yəni iki böyük nəzəriyyəni müzakirə edəcəyik. Oradan keçirik daha böyük mənzərəyə. İqtisadiyyatı necə böyütmək olar? Müasir dünyada artımı tətikləyən amillər nələrdir, onlara baxacağıq. Sonda isə bütün bu məsələləri gətirib öz ölkəmizə, Azərbaycan iqtisadiyyatına bağlayacağıq və görək bu bitməyən dəyər axtarışı bizim üçün nə anlama gəlir. Hə, hazırsınızsa başlayaq. Deməli, dəyər paradoksu. Gəlin qaydaq o əsas suala. Bir şeyin dəyərini, qiymətini nə müəyyən edir? İndi kitablarda yazılan rəsmi tərifə görə iqtisadi dəyər malların könüllü mübadiləsinin əsasıdır. Yaxşı, bu nə deməkdir? Daha sadə dildə desək, dəyər bir şeyi almaq üçün nədən imtina etməyə hazır olduğumuzdur. Məsələn, bir fincan qəhvə üçün neçə manat verməyə razıyıq? Bax, bütün alqı-satqı, bütün iqtisadiyyat bu sadə prinsip üzərində fırlanır. Yaxşı anladıq. Bəs bir şeyə o dəyəri verən nədir? Bax, bu sual var ha. Tarix boyu ən dahi beyinləri iqtisadçıları iki yerə bölüb. Sanki bir-biri ilə döyüşən iki böyük fikir ordusu var. Deməli, iki böyük cəbhə var. Bir tərəfdə Adam Smith, Karl Marx kimi nəhənglər deyir ki, hər şeyin dəyəri ona çəkilən zəhmətlə ölçülür. Bir stul düzəltmək üçün nə qədər vaxt, nə qədər əmək sərf olunubsa, dəyəri də odur. Bu, əmək dəyər nəzəriyyəsidir. Obyektivdir, hesablana biləndir. Amma digər tərəfdə tamamilə başqa bir məntiq var. Marjinal fayda nəzəriyyəsi. Bunlar deyir ki, yox qardaş, dəyər zəhmətdə deyil. Bizim üçün nə qədər faydalı və nə qədər az tapılan olmasındadır. Qaydaq almaz su məsələsinə. Almaz niyə bahadır? Çünki həm çox istəyirik, həm də çox azdır. Su isə həyatı olsa da bol olduğu üçün ucuzdur. Onu da deyim ki, müasir iqtisadiyyat daha çox bax bu ikinci fikrə arxalanır. Yaxşı, tək-tək əşyaların dəyərini az-çox başa düşdük. Bəs gəlin indi miqyası böyüdək. Bütöv bir ölkənin, bir iqtisadiyyatın dəyərini, yəni sərvətini necə artırmaq olar? Milyonlarla insanın həyatını necə daha yaxşı etmək olar? Bax, bu sualın cavabı bir kəlmədə gizlənir. Artım. İqtisadi artım. İndi sizə bir rəqəm deyəcəm. Hazır olun, bu rəqəm sizi sarsıda bilər. 711 dəfə. Bəli, düz eşitdiniz. Bu, planetimizin ən varlı ölkəsi ilə ən kasıb ölkəsi arasında adam başına düşən gəlir fərqidir. Təsəvvür edirsiniz, bu sadəcə bir statistika deyil, bu dünyamızdakı o dərin bərabərsizlik uçurumunun rəqəmlərlə ifadəsidir. Bəs bu qorxunc fərqi, bu uçurumu necə aradan qaldırmaq olar? Bunun bir yolu var. Davamlı və ağıllı iqtisadi artım. Məqsəd də çox aydındır. Ümumi piroqu böyütmək ki, hər kəsə daha böyük pay düşsün. Həyat səviyyəsi yüksəlsin, yeni imkanlar yaransın. İllər boyu iqtisadçılar deyirdi ki, artım üçün iki klassik resept var. Daha çox işçi, yəni əmək və daha çox sərmayə, yəni kapital. Bu qədər sadə. Amma 20-ci əsrdə bu resept artıq köhnəlib. İndi oyunun qaydaları tamamilə fərqlidir. Artımı hərəkətə gətirən mühərriklər daha mürəkkəb, daha, necə deyim, daha ağıllı. Bax, bunlar müasir artımın yeni açarlarıdır. Süni intellekt artıq hər yerdədir, hər şey daha səmərəli edir. Davranış iqtisadiyyatı, insanların niyə o cür qərarlar verdiyini başa düşməyə kömək edir. Data, yəni məlumatlar. Buna yeni neft deyirlər, boşuna deyil. Və əlbəttə, yaşıl iqtisadiyyat, yəni həm böyüyək, həm də yaşadığımız planeti qoyaq. Artıq bunlar fantastika deyil, elə bugünün reallığıdır. Nobel mükafatı laureatı Esther Duflo'nun çox gözəl bir sözü var. O deyir ki, iqtisadiyyat biraz da santexnik işinə bənzəyir. Əgər ancaq nəzəriyyəni bilsən, amma boruları necə düzəltməyi bilməsən, heç bir faydası yoxdur. Eynilə əgər ancaq boru düzəltməyi bilirsənsə, amma sistemin necə işlədiyini anlamırsansa, yenə bir işə yaramaz. Deməli, müasir dünyada uğurlu olmaq üçün həm nəzəriyyəni bilməlisən, həm də əlini işə salmağı bacarmalısan. İkisi bir yerdə olmalıdır. Yaxşı, bu qədər qlobal məsələlərdən, nəzəriyyələrdən danışdıq.
Çox maraqlıdır, hə? Amma indi gəlin bütün bu bilikləri götürüb öz evimizə gətirək. Bütün bu süni intellekt, yaşıl iqtisadiyyat söhbətləri bizim ölkəmiz Azərbaycan üçün nə ifadə edir? Gəlin fokusumuzu Azərbaycana yönəldək. Deməli, Azərbaycanda bütün bu müasir iqtisadi yanaşmaları araşdıran, ölkə üçün strategiyalar hazırlayan çox vacib bir qurum var. Bu, İqtisadi Elmi Tədqiqat İnstitutudur, qısaca İET. Onları ölkənin iqtisadi beyin mərkəzi kimi düşünə bilərsiniz, gələcəyə yönəlmiş elmi tədqiqatlar aparırlar. Gəlin onların 2024-cü il üçün tədqiqat prioritetlərinə bir göz ataq. Görürsünüz, süni intellektin tətbiqi, rəqəmsal iqtisadiyyata keçid, yaşıl universitet potensialı, bu adlar sizə tanış gəlir, eləmi? Elə bayaqdan danışdığımız qlobal trendlərdir də. Bu, heç də təsadüf deyil. Bu, onu göstərir ki, Azərbaycan da dünyada gedən proseslərdən kənarda qalmır və bu, yeni artım imkanlarını dəyərləndirməyə çalışır. Və ən vacib məqam nədir bilirsiniz? Bütün bu tədqiqatlar sadəcə elmi məqalələr yazmaq üçün deyil. Onların hər biri birbaşa ölkənin ən böyük strateji sənədi olan Azərbaycan 2030 proqramına xidmət edir. Yəni, ortada konkret bir plan var. Elm və dövlət siyasəti ölkənin gələcəyi üçün bax belə əl-ələ işləyir. Beləliklə, Adam Smith'in əmək nəzəriyyəsindən başladıq, süni intellektin mürəkkəb alqoritmlərinə qədər gəldik, oradan da Azərbaycanın gələcək planlarına baxdıq. Bütün bu səyahət əslində bizə bir şeyi göstərir. Dəyəri tapmaq, anlamaq və onu artırmaq axtarışı. Bu, heç vaxt bitməyən bir axtarışdır. İnsanlıq var olduqca davam edəcək. Və bütün bu söhbətin sonunda gəlib çıxırıq ən fundamental suala. Gələcəyin dəyərini nə yaradacaq? İnsanın zəhməti, kreativliyi, təfəkkürü, yoxsa bizim özümüzün yaratdığımız, amma bəlkə də bizdən daha ağıllı olan süni intellekt? Bir düşünün, bu sualın cavabı təkcə gələcək iqtisadiyyatı yox, bəlkə də bütövlükdə insanlığın gələcəyini formalaşdıracaq.